Salamlayım hər birinizi. Ayxana uğurlar arzulayıram. Belə də asan oyun olmadı bizim üçün. Sadəcə biraz istəyərdim daha dinamik oyun geçsin. Əfsər olsun alınmırdı. Çünki həm rəqibin oyun üslubu biraz belə idi, həm meydanda yerləşməyə tam imkan yaradılmırdı, belə deyək. Yəni, onların oyuncusu belə idi ki, çox tez əks hücumlara keçirdilər və top itkisi olanda bunu istədiyimiz kimi oyuna başlaya bilmirdik və digər tərəfdən biraz ümumən yaxşı oynadı. Şamaxı yaxşı mübarizə apardılar. Ümumiyyətcə, məşqçinin əl işi hiss olunur. Ümumiyyətcə, nə istəyirlər meydanda tam yerinə yetirirdilər. Yaxşı mübariz komanda idi. Amma sadəcə biraz bizə belə oyunlarda elə də asan olmur. Niyə? Çünki həddindən artıq oyun çox dayanırdı. Həddindən artıq. Biraz düzün desəm, neçə dəfələrlə bunu demək istəmişəm. Yəni, oyunun belə çox dayanması ola bilər Azərbaycan çempionatında kiməsə xeyri olur, kiməsə faydası olur. Bunu sırf bugünkü oyun üçün demək istəmirəm və sadəcə çox istərdim ki, bizim oyunlara ümumiyyətcə biraz kimliyimizdən, kimlə oynamamızdan asılı olmayaraq biraz daha fərqli yanaşsınlar hakimlər, daha diqqətli, daha ciddi olsunlar. Yəni, belə oyunu uduza eybi yox. Çünki biz biraz, əgər bugün Avropada oynayırıqsa, mən digər hər belə oyunlarda, Avropa oyunlarından sonra daha çox oynamayan oyunculara görürsən, şans verirəm, daha çox onları rotasiya edirəm. Onların da bu dinamikaya, bu sürətə uyğunlaşması mənim üçün, ümumiyyətcə, komanda üçün çox vacibdir və bu qədər vaxt keçirmək, həkimlərdən bəlkə 5 dəfə gedirlər meydana. Hər oyuncu yıxılır, həkimlər gəlirlər, bir dəqiqə gedib oyuncunun yanına çatırlar, bir dəqiqə qayıdırlar, yavaş belə. Ayxanı da görürəm kənardan, o da hisslənir oyuncularına ki, durun, amma bunu hakimlər nəzarət eləsinlər. Belə olmaz da, yəni. Qapçı da bir seyv edir, yıxılır, travma aldı və yaxud nəsə oldu belə. Ümumiyyətlə, nəyə görə bunlar deyirəm? Yəni, bu bizim heç birimizə fayda verən bir şey deyil də. Yəni, belə biz istəyirik ki, Avropa ilə ayaqlaşaq, amma gəlirik belə, birdən-birə belə deyək ki, yüksəlsən də temp dəyişirdi, belə deyək. Orada oynamaq gəlir, burada əlbəttə ki, biraz bizim üçün çətindir, asan deyil. Həm komandanı motivasiya eləmək, həm ümumiyyətcə oyuna hazırlamaq. Baxmayaraq, bugün 4-cü günü idi oyundan sonra, amma yenə də oyuncularda əlavə oyunlarından sonra yorğunçuluq olur. Amma sadəcə biraz oyunun, məsələn, belə deyək ki, rəvan olan oyunda görsən ki, kim nasıl olmayaraq oyun belə gedir. Daha çox mübarizə, daha çox da saxlamır, çox da cəlmə zərbələrini saxlamır. Bəzi var belə hakimlər, amma ümumən belə gərək bu çempionatı ona uyğunlaşdırmaq lazımdır. Yəni, bu da bir əlavə, belə deyək də, bir sistem olmalı, belə deyək. Yoxsa belə oyun ərzində, əgər 15 dəqiqə oyun topda olmursa, sadəcə oyuncuların yıxılmasına, vaxt keçirməsinə, nə bilim, belə istərsən, məsələn, oyunun tempini qaldırırsan, 1-2 dəqiqə həmən düşdü. 1-2 dəqiqə başlayırsan, komandanın öz cəlbə sıxmağa, həmən deyəmdə oyun. Nəyə görə bunlar deyirəm? Ümumiyyətcə, gələcək üçün ki, oyuncular da istər-istəməz hissənirlər, istər-istəməz oyundan çıxırlar, yəni bu da onlara heç də bir fayda vermir. Amma ümumən belə, dediyim kimi, Ayxan özü kənardan qışqırdı, oyuncular, hətta köməkçi məşqçisi də qışqırdı ki, qalx, belə. Oyuncular da başa düşmək olar, amma gərək hakim nəzarət eləsin bunlara. Hakim nəzarət eləsin, ya saxlamasın, ya hər dəqiqə həkim gəl. Bir nəfər görmədim, nəsə çıxarıb, bir yarıldı birinin burası, nəsə oldu, belə elə çıxırlar, təzdən qayıdırlar sprint, Yəni, demək odur ki, biraz belə detallara diqqət arasında daha yaxşı olar. Amma hər bir halda Ayxana uğurlar arzulayıram, çox yaxşı hazırlaşmışdı oyuna, yəni bu onun haqqıdır. Bir xalda, bəlkə də udmağa da layiq idi, ümumən belə.
Yəni olsa da yəni mən bu sözləri deyəcəkdim və yaxud biz də olsaydıq bunları deyəcəkdim. Sadəcə biraz futboldur, mübarizədir, biraz elə şeylər var ki, elə hər dəfə siqnal belə, yəni hər dəfə oyun saxlamaq biraz yaxşı olmaz. Futboldan kənar biraz çox danışdım. Oyuna gəldikdə də yenə bir xal gəldi xallarımızın üzərinə. Sağ olsun azərkeşlərimiz sonraki bizlərlə oldular. Görünür ki, çempionat heç də asan deyil. Yəni o qədər oyunlarda görsən biraz düşünmür nəticələr var. Yəni görünür ki, son oyunlara kimi yaxşı gərgin çempionat gedəcək.